Salam, hər vaxtınız xeyir olsun xanımlar. Gününüz xoş uğurlu başlasın. Güneşli bir gündən hər kəsi salamlayıram. Necəsiz? İnşallah yaxşı olasınız. Orucluq ayı bitdi. İnşallah bir də oruç tutma gələnin nəsib olar Allahın izni ilə. Necəsiz? Neyinirsiniz? Bayramınız da mübarək. Neçə belə gözəl bayramlara çıxasınız. Allah süfrənizi bol uğurlu, bərəkətli eləsin. Tuttuğunuz oruçları, qıldığınız namazları Allah qəbul eləsin. Qızlar, gördüyünüz kimi yeni güllər almışam. Onları əkməliyəm. Son videodan sonra giyacint görsünüz solub. Giyacint solub, o soğançadır da, onu qoyursan yenə açacaq. Bilməm, deyəsən ya payızda ya da ki yazda açır deyəsən. Evkalipt almışam. Bu gün adı bilmirəm. İndi Google'a araşdırma verəcəm. Çıxsın. Quşları gətirmişəm, qoymuşam balkona. Hava ki yaxşıdır. Artıq bura gətirirəm, qoyuram. İndi gözləyirəm. Həm bura kölgə düşsün, paltarlar qurusun. Buraları süpürəcəm və bu dibçəkləri görürsünüz də qumlandı. Qızıl güllər var idi. Onları elə bir ki çıxardacağam. Və bu gülləri əkəcəm. Neyinirsiniz, necəsiz qızlar? Balkonu biraz yığış eləmişəm. Bəzi artıq şeyləri götürmüşəm. Prosta dibçələrə əkməliyəm gülləri. Ona görə bir neçə gündür ki sulamırdım. Gülləri sulamamışam. Buraları da siləcəm. Səhər durmuşam, hələ ki yemək yeməmişəm. Hələ ki səməni də durur, atmamışam. Yenə yeməyimi yemişəm. Artıq neçə stəkandakı su içmişəm. Bura vinil tapa bilmirəm qızlar. Hər yeri gəzmişəm. Bir də normal, bir dənə vinil yoxdur. Satırlar qara rəng. Qara istəmirəm mən. Ona görə baxın, bütün soyulub gedib. Bu vinildəki gərək ildə 2 dəfə dəyişəsən. İldə 2 dəfə dəyişəsən ki, ürəyivə yatsın. Bir də məndə bu filtr var deyə taxmaq biraz çox çətin olur. Çayımı, suyumu içim, yeməyimi yiyim, yumurtanı qoydum üstünə. Yeməyi pişirməyəcəm, bu günləri heç eləməyəcəm. Biraz paltar ütüləyərik. Paltarlarımızı ütüləyərik. Elə bir işim yoxdur. Ola bilsin ki, pilisos deyaram, bəlkə də pilisos tamaram. Çünki polları silmişəm, pilisoslanmışdım dünənləri. Hamamı təmizləmişəm, hamamım təmizdir. Bir dənə balkon, bir də gülləri düzəltmək lazımdır. Bir də yeməkdə soğan almaq lazımdır. Soğan salatı eləyəcəm bu günləri. İndi yumurta pişsin. Görün bu günləri çıxacam. Duru sabun qutarıb, maya sabun almaq lazımdır. Sonra qabyan pastası almaq lazımdır. Belə şeyləri almaq lazımdır. Gedəcəm, alacağım. Bəzi şeylər, çox şeylər bağa gedib. Bu da qalıb burada. Çox bir qab-qacaq bağa aparmışam. Bir dənə bu qalıb. Bu niyə qoymadım mən bilmirəm. Yadımdan çıxdı. Hər şey buradan gediləsi hamısını aparmışam. İndi bir dənə bu qalıb. Artıq yəqin ki yavaş-yavaş bağa gedəcəyik. Bağdan videolar çəkəcəm. Orada yəqin ki 100% dağılıb. Yəni yığış eləmək lazımdır oraları. Bilirsiniz ki, biz yayda orada, qışda orada qalmırıq da. Yaydan yaya gedirik bağa. Ona görə həm toz, həm dağınıq 100%.
Elə bir ki, ora dəhşət soyuq olur qızlar. Həddindən artıq çox soyuq olur. Elə məsəl üçün yoldaşım nəsə aparanda elə qoyur kuxnaya, necə gəldi də, hara qoydu. Ona görə gedəndə oraları tərtəmiz eləmək lazımdır. Deyirəm buraları yığışdırım. Uşaq kitabları elə qoyur. Mən təmizləyirəm, o qoyur. O qınamıram, vaxtı yoxdur. Heç vaxtı yoxdur. Biraz vaxtı olan kimi oturub başını qoyub dincəlir. Köynəyini gəldi, astım bura. Buraları yığışdıraq. De, mənim üzüyüm. Anamın mənə hədiyyə elədiyi. Bu qızda qaraldı, məndə sarıydı. Artıq bəlkə də 8 ildir bu. Bunu götürürəm. Amma mən də nəzdindən götürürəm də sırğaları. Burada nə qəşəng ot isi gəlir. Ot vurublar deyəsən. Qəşəng iyi gəlir. Sevirəm otun qoxusunu. O saman yandırırlar bağda. Onun qoxusunu. Ürəyim gedir. Deməli, bayaqları mən istirdim gülləri əkimdə. Yoldaşım dedi, əkmə. Dedi, yekə o asılqan asma dibçələr var ya, dedi, ondan alaram, onu asarıq. O lap qəşəngdir. Həm deyir, bağa da apararıq, bağda da asarıq. Burada da gəlib balkonda asarıq da. Yerdənsə o daha qəşəng görsənir. Ona görə də dibçəyi indi evə gedib sulayacağım. Məndə orada dəm var. Dəm tökəcəm diblərinə. Hə. İndi baxım görüm bəlkə nəsə bir başqa bir güldə oldu. İndi aldım. Almadım. Bağa gedəndən sonra eləyə bilməyəcəm. Çünki orada özüm başqa yerlərə gedə bilmirəm də. Bayaqdan gəldi. Belə bir qara İranın qara paltarlar üçün maye aldım. Gel-Lester ki. Bunu nəyə görə aldım? Kurtkaları yumaq üçün. Çünki qara kurtkaları paraşokla yuyanda kurtkalarda bilməm siz hiss eləmisiniz yoxsa yox, belə ağarır kurtkalar. Həm də o paraşokun o dənə-dənə şeyləri var. Dənə-dənə izləri qalır. Çox bərbad göstərir. Ona görə bunu onun üçün aldım. Belə bir ilk dəfə şampun götürdüm. Deyəsən İranındır. Dedi, yaxşıdır deyir, alırlar. İranın feyrisini götürdüm. Bu 3.50'ye idi, bu 2.50'ye. Bu hiç bilmədim nə qədər. Sonra sabun götürdüm, moruqlu. Hobinin 3 litri. Bundan götürdüm. Sonra İran dükanından 4 manata belə paraşok nə idi? Quru maye götürdüm. Sonra belə az biraz konfetlər çayla içməyə, limonlu konfet. 4.50'ye buydu, 4.50'ye buydu, 5 manatadakı buydu. Biraz götürdüm bundan. Və o tərəfdə deməli
Özbəkistan malları var idi qızlar. Elə girdim içəri, elə bir fərqli bir şey yox idi, amma corab götürdüm. Qəşəng corablar qəşəngdir. Çəki ilə elə bir ki 1 kilosu dedi 22 manatdı. Elə bil buna mən verdim 9 manat 90 qəpik. Özüm seçdim. Tam düm ağ yox idi və belələrdən götürdüm. Bu şimdi opşi hamısı elədi 12 corab 9 manat 90 qəpik. Məncə pis deyil. Yəni başqa yerdə gedirik, alırıq, çox baha verirlər. 1 manata götürürük. Amma pis deyil, yumuşaqdır materialı. İndi yuyulanda baxacağıq da necədir. Bax belə. Bunları aldım, gəldim. İndi də ki, əslində nərşərab alacaqdım. Nərşərab almayı yadımdan çıxartdım. Yəqin ki, bu günlərdə soğan salata eləmərəm, çünki qoy alım nərşərabı, ondan sonra elim. Dünənləri eləmişdim, çox qəşəng idi. Sabahları inşallah alaram, soğan salata onda eləyərəm. Hə, bir də bundan aldım, bundan mənə lazım idi. Məni bu rəngi götürdüm. Belə. Axşam buraları yığışdıraq, təmizliyə salaq. Xəzin bir musiqi qoymuşam. Qızlar, sizə nə göstərmək istəyirəm? İndi elə bilərsiniz ki, mən yağlı su ilə mən bütün qabları yudum. Amma yox, elə deyil. Amma elə deyil də. Elə bir ki, biraz suda axıtdım. Gördüyünüz kimi. Elə bir ki, qab yuyanda necədir? Şampunlayır hamısını, düzdür. Sonra su axıdır da, düzdür. Bu da elə. Baxın, yağ zat heç nə yoxdur, görürsünüz. İndi qalıb yaxalamağa bir dənə bunları da yuyacağım. Bunu ən axırda görürsünüz, bu biraz şeydir. Çox yağlıdır da. Bunu ən axırda yuyacağım. Bunu salacağım onun içərisinə, elə burada da yuyulacaq. Çünki başqa elə bir şeyim yoxdur. Всё. İndi qaldı yaxalamağa. Bunları da bir dənə yaxalayacağım, onu qoyuram bura. Bunu silirəm. Ümumiyyətcə belə həzin maxları qoyanda iş görməyə adama çox xoş təsir eləyir. Çünki TikTok, yəni başqa bir saytlar o qədər musiqini o qədər ucuzlaşdırıblar ki, bizim gənclərimizi o necə deyim, astanovka musiqilərlə doldurublar da, yəni beyinlərini doldurublar. Uşaqlar artıq nə klassikanı bilirlər, nə kompozitor bəstələrini bilirlər. Heç nə bilmirlər. Ancaq dambılı, nə bilim nə, astanovka mahnıları.
özə kütlənin də ki, kötlən demək olar ki, çoxsu 99% bəlkə də ürəyi gedir də o mahnılar üçün. Ürəyi gedir o mahnılar üçün. Heyf deyil bu bəstəkar musiqiləri. Ona görə arada qablarınızı yuyanda qoşun və başlayın mahnı musiqini qulaq-asa qablarınızı yuyun. Qabları yuyub qurtarmışam. Deməli, bir də görürəm ki, arxada yenə qablar var. Bir də onları daha çəkiliş eləmədim. Bir də qabları yudum. Qazın içərisini təmizlədim, amma xlorla yumadım. Çünki əlcəyim yoxdur. Xlorun iyinə heç dözümüm yoxdur. Maşını da işlətdim. Gedək paltarları ütüləyək.
Paltarları ütülədim. O da təmizləndi. Ben kızıma da su aparım. Ne diyecektim? Hə, bir də sizdən qızlar nə deyim? Siz də mənim kimi 2 dənə corab salırsınız maşının içərisinə, bir dənə çıxardırsınız. Yoxsa bu təkcə məndədir. Bu qədər mən corab almışam. Yəni qış gələndən mən siz neçə dəst mən corab almışam. Corabları tapa bilmirəm. Heç tapa bilmirəm. Elə bilirəm ki, bu təkcə məndədir belə bir şey. Əgər sizdə də elə bir şey hallar baş verirsə, mənə də deyin. Çünki çox qəribədir. Mən siz 3-3, 5-5 hətta yoldaşım yayda paçka, yəni 10-10'da, paçkanın içində 10 dənə olur da. 10 corab paçka alırdı. İnanırsınız, o corablardan əsər əlamət qalmayıb. Yoxdur. Hara gedib, nə olub, mənim başım çıxmır. Gərək siz o setka almaq lazımdır. Salım onun içərisinə, düyünlüyüm, atım maşının içərisinə. Deyirəm, bəlkə elə maşında hardasa nəsə var, keçirir elə maşının içərisinə. Çox qəribədir. Hətta elə bir ki, paltar yuyan maşın şeylərlə qidalanır, corablarla qidalanır. 2 dənə salırsan, bir dənə çıxardırsan. İnteresli bir şeydir, çox qəribədir. Belə istəyirəm qızlar, mən sizinlə sağollaşım. Gedim nəzinə su verim, içsin, dərsini eləyir. Hər birinizi öpürəm, gecəniz xeyrə qalsın, özünüzə yaxşı baxın. Like'ları unutmayın, sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Hələlik.